Şehzadxan bəy, törənin izindəkilərin arasına xoş gəlmişsiniz. Assalamu alaikum. Özbək jurnalisti və televiziya aparıcısı, Özbəkistan Jurnalistika və Kütləvi İnformasiya Universitetinin rektoru Şehzadxan Taciddin oğlu Qudrat Xoja 1974-cü ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. Daşkənd Dövlət Universitetinin məzunudur. Siyasi elmlər doktora, dosent Şehzadxan Qudrat Xoja həmçinin Beynəlxalq Mətbuat Klubu adlı qeyri-hökumət təşkilatının və Özbəkistan Milli Elektron Kütləvi İnformasiya Vasitələri Assosiasiyasının sədridir. 1998-ci ildə USTV 4 telekanalının direktoru kimi rəhbər fəaliyyətə başlayan qonağımız 1999-cu ildən Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinə rəhbərlik edib. Sonrakı illərdə Özbəkistan Respublikası Prezident Administrasiyasında baş məsləhətçi, 2005-2008-ci illərdə Özbəkistan Baş Nazirinin mətbuat katibi olub. 2008-ci ildən etibarən Özbəkistan Milli Universitetində və Daşkənddəki Sinqapur İdarəetmə İnkişaf İnstitutunda pedaqoji fəaliyyət göstərib. Şehzadxan Qudrat Xoja 2019-cu ildə jurnalistika sahəsində ən ali milli mükafat olan Oltin Qalam, Qızıl Qələm mükafatını qazanıb. 2020-ci ildə soyadından ev sonluğunu çıxardaraq milli kimliyini və qürurunu ifadə etdiyini bildirən hörmətli qonağımız 2024-cü ildə verdiyi bir müsahibədə özbək dilini bilməyən insanlarla bağlı fikirləri ictimaiyyətdə müxtəlif mübahisələrə yol açmışdı. Onun yaradıcılığı və fəaliyyəti, həmçinin düşüncələri Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Qardaş, Özbəkistan torpağındayıq və sizin kimi dəyərli bir media bilicisi ilə, aydınla üz-üzə oturmaq bizi çox sevindirdi. Var olasınız. Xoş gəlmisiniz. Sizin gəlişinizə çox sevinirik. Buradan ARB kanalı vasitəsilə Azərbaycandakı qardaşlarımıza salamlarımızı çatdırırıq. Bizə ayırdığınız diqqət üçün təkrarən təşəkkür edirəm. Şehzadxan bəy, Şehzad bəy, siz media sahəsində çox tanınmış bir ekspert, jurnalist və bilicisiniz. Sizinlə söhbət eləmək mənim üçün çox maraqlıdır. Yığılıb qalan çox sayda suallarım var. Əvvəlcə gəlin başlanğıcdan başlayaq. Necə oldu ki, jurnalist olmağa qərar verdiniz? Niyə məhz media ilə məşğul olmağa başladınız? Və demək olar ki, bütün həyatınızı bu sahəyə həsr eləmisiniz. Sizin fəaliyyətinizi izləyirik. Действуйме. Нашей стране к проблеме. Ölkəmizdə media ilə bağlı problemlər var və bu problemlər bu gün doğrudan da çoxdur. Çünki dünya çox sürətlə dəyişir. Çətin, qeyri-sabit bir vəziyyətdədir. Elə düşünürəm ki, 2025-ci ildə tarixdə özünə məxsus bir il kimi qalacaq. İllər ötdükcə beynəlxalq vəziyyət dəyişir. Düzü, bu dəyişikliklərin çoxunu müsbət deyil, mənfi qiymətləndirə bilərəm. Vəziyyət mürəkkəbləşir. Belə bir şəraitdə media bizim ölkədə, Türk dövlətlərində və ümumiyyətlə dünyada necə fəaliyyət göstərir? Bu sualın araşdırılması çox vacibdir. Uşaqlıqdan sanki hiss eləyirdim ki, dünyada belə bir vəziyyət yaranacaq. Mən siyasətlə maraqlanırdım. Özüm politoloqam, siyasi elmlər doktoruyam. Həmişə içimdə bir maraq, bir həvəs olub. Yəqin xatırlayırsınız, biz uşaq olanda dəmir pərdə vardı, soyuq müharibə dövrü idi. Çox az xarici proqramlar efirə verilirdi. Məsələn, Beynəlxalq Panorama və yaxud mənim yaxşı xatırladığım Amerika Mixail Taratutay ilə kimi verilişlər. SSR-də rejim bir qədər yumşalmağa başlayanda, münasibətlər istiləşəndə biz də dünya ilə maraqlanmağa başladıq. Elə o vaxtdan məndə bir istək yarandı. Təkcə bir ölkədə yaşamaq yox, daha çox səyahət eləmək, görmək, müşahidə eləmək. Qlobal siyasətlə maraqlanmağa başladım. Jurnalistikaya olan marağım da oradan doğdu. Öz xalqımı, həmvətənlərimi çox sevirəm. Həmişə istəmişəm ki, televiziya sahəsində jurnalist kimi maraqlı, dəyərli verilişlər hazırlayım. Universitetdə jurnalistika fakültəsində oxuyanda müəllimim deyirdi ki, yaxşı oxuyursan, bu sahədə inkişafa davam elə. Belə də oldu, amma bir qədər uzun və dolanbaz bir yol keçdim. Elmi fəaliyyətlə məşğul oldum, publisistika ilə məşğul ola bilərdim, qəzet redaksiyasında da işləyə bilərdim, amma istəmirdim. Çünki televiziya həyatı mənim üçün daha zəngin, daha maraqlı idi.
Uşaq vaxtından televiziya sahəsində olmaq, müxtəlif ölkələri gəzmək mənim arzum olub. Sir deyil ki, televiziya jurnalistləri tanınmaq, populyar olmağı arzulayırlar. Bunu ürəkdən istəməyəni az olar. Mən yalanı, ikili danışığı xoşlamıram və insanlar inkar eləyəndə inanmıram. Çünki bu həqiqətdir. Mənim də karyeramda populyar olmaq arzumun öz rolu olub. Amma indi açığı bəzən bu populyarlıq çətinliklər yaradır. Elə anlar olur ki, istəyirsən rahatca bazarda gəzəsən, səni heç kim tanımasın, sadə insanların əsl reaksiyasını hiss eləyəsən. Tanınanda bu çox çətindir. Uşaqlıq arzularım reallaşdı. Həm televiziya jurnalisti oldum, həm də elmi yolla irəlilədim. Amma bu yol asan olmadı. Məsələn, namizədliklə doktorluq arasında düz 19 il keçdi. Bu yaxınlarda keçən ilin dekabrında siyasi elmlər doktoru oldum. Özüm bu sahəyə dərin maraq göstərirəm, çox oxuyuram. Böyük şahmat taxtasının müəllifi Zbigniew Bzezhinski ilə söhbətim olub. Huntingtonu çox oxumuşam. Elton bəy, indi çox maraqlı bir kitab oxuyuram. Müəllifi Adib Xaliddir. Kitab doğrudan da çox maraqlıdır. Mərkəzi Asiyanın imperiyalar dövründən bu günə qədərki tarixindən bəhs eləyir. Bu yaxınlarda Vyetnamda idim və vaxtı yalnız dincəlməklə keçirmək istəmədim. Bu kitabı özümlə götürmüşdüm. Oxumağa başladım. İndi artıq yarısını oxumuşam. Çox maraqlı gəlir mənə. İndiki dövrün yaxşı tərəflərindən biri də odur ki, indi kitabları təhcə oxumaq yox, həm də dinləmək də mümkündür. Çünki artıq bir qədər görmə problemlərim var. Ancaq audio kitablar köməyə çatır. Oxuyuram, dinləyirəm, analiz aparıram. Və düşündükcə, analiz apardıqca başa düşürəm, sevinirəm ki, arzularım gerçəkləşdi. Televiziya jurnalisti oldum. Bugün burada mənimlə çəkilişdə iştirak edən operatorlar mənim həmkarlarımdır. Biz 30 il əvvəl birgə işə başlamışdıq. Axborot adlı xəbər proqramında birgə çalışırdıq. Sonra 24 yaşımda bəlkə də ən gənc direktor olaraq Beynəlxalq Xalqaro kanalına rəhbərlik elədim. Biz çox böyük bir kollektiv idik. 120 nəfərlik komanda. Mən universiteti yeni bitirmişdim. Özbəkistan Milli Universitetinin jurnalistika fakültəsini. Daha sonra siyasi şərhçi oldum. Ardınca 2000-2005-ci illərdə dövlət orqanlarında çalışdım. Bu, mənim üçün çox böyük təcrübə idi. Həm də bir şərəf. Prezident administrasiyasında, Mərkəzi Seçki Komissiyasında, daha sonra Nazirlər Kabinetində işlədim. Bununla qürur duyuram. Həyatımda önəmli mərhələdir. Sonra yenidən media sahəsinə qayıtdım. Hazırda Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoruyam. Eyni zamanda ölkədə fəaliyyət göstərən Müstəqil Televiziya Kanalları Birliyinin rəhbəriyəm. Bizdə Özbəkistanda 49 müstəqil teleradio şirkəti fəaliyyət göstərir. Onlar öz fəaliyyətlərini sərbəst şəkildə qururlar və özlərini maliyyələşdirirlər. Və qeyd edeyim ki, reytinqləri yüksəkdir, auditoriyaları isə böyükdür. Təkcə Özbəkistanda yox, ətraf 5 ölkədə də bizi izləyirlər. Əfqanistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan. Həmçinin dünyanın dörd bir yanından da bizim telekanalları izləyən xeyli tamaşaçı var. Çünki keyfiyyətli proqramlar hazırlayırlar. Bugün Özbəkistan televiziyası rəngarəngdir. Auditoriyası da müxtəlifdir. Qadınlar üçün, yaşlılar üçün, tələbələr üçün maraqlı verilişlər var. Televiziya sahəsində yer tapmaq asan deyil. Bəli, bir çox ölkələrdə internet ciddi rəqibət çevrilib. Amma Özbəkistanda televiziyanın auditoriyası hələ də çox güclüdür. Составляет очень серьезную конкуренцию. Но в Узбекистане телевизионная аудитория очень богата. Jurnalistika şkola вышла к нам из-за... Jurnalistika məktəbi bizə qərbdən gəlib. Çap texnologiyası da, ilk peşəkar yanaşmalar da oradan başladı. Sovet dövrü bitəndən sonra isə qərbdən gələn media qurumları, məsələn, Reuters və başqaları bizə jurnalistikanın dürüstlük prinsiplərini, peşə etikası qaydalarını öyrədirdilər. Amma son illərdə görürük ki, həmin beynəlxalq media qurumları dürüstlükdən daha çox öz dövlətlərinin və iri şirkətlərin maraqlarına uyğun çalışırlar. Bir vaxtlar bizə jurnalistikanın əsas prinsiplərini öyrədən adamlar indi özləri o prinsiplərə əməl eləmirlər. Sizcə bu biraz məyus edici deyilmi? Bizi dürüst jurnalistikaya inandırıblar, amma indi biz onların öz işində bunun əksini görürük. Там учили, а Понял тут... вас. Эльтан Бey, я думаю, что мы никогда не должны быть очень наивными. Düşünürəm ki, biz heç vaxt sadəlöv olmamalıyıq. Rus dilində belə bir ifadə var. Sadəlövlük oğurluqdan betərdir. Mən bu ifadəni çox tez-tez işlədirəm. Oğrudan, quldurdan qoruna bilərsən, amma bir insan sadəlövlük kimi görünən cahillik və düşüncəsizliyi ilə daha təhlükəlidir. Harda nadanlıq və cahilliyə məhkum olan cəmiyyətlər varsa, onların gələcəyi yoxdur. Allah bizə buyurub, oxu, oxu, oxu. Bu, hamımız üçün çox önəmlidir. O vaxt biz düşünürdük ki, onlar bizi öyrətmək və bizə dəstək olmaq üçün gəliblər. Mən burada Soros fondu kimi qurumları nəzərdə tuturam.
Dəmir pərdə dağılandan sonra çoxlarımız sadəlövhcəsinə onlara inandıq. Azadlıq, demokratiya, söz azadlığı gəldi dedik. Amma biz unutmamalıyıq ki, müstəqil media anlayışı olduqca nisbidir. Sadəcə baxmaq lazımdır. Bugün pərdə arxasında kim dayanır? Mən bunu simvolik olaraq deyirəm. Baxmaq lazımdır. Bu medianın sifarişçiləri kimdir? Kim maliyyələşdirir? Kim işığın, icarənin, əmək haqqının, vergilərin pulunu ödəyir? Kim və niyə istəyir ki, bu media mövcud olsun? Ona görə də müstəqil media anlayışı çox nisbi və şərtidir. Bunu dərk eləməliyik, həm də dərindən. Əvvəllər biz buna inandıq, getdik, öyrənməyə başladıq. Amma sonra gördük ki, adlarını çəkməyəcəyəm, amma o azadlıq carçıları dediklərimizin arxasında ciddi dövlət qurumları dayanır. Bugün biz başa düşməliyik ki, hər bir ölkənin öz milli maraqları var. Bəli, hər bir ölkənin öz milli maraqları var. Və təəssüf ki, bəzən jurnalistlər də bu kənardan gələn maraqların təsirinə düşür. Bizim daxili informasiya məkanımızda bəziləri başqalarının marağına xidmət eləyir, başqa bir tərəfin havasını oynayır. Bəziləri bunu tam anlamadan, bilmədən eləyir, elələr də var ki, hansısa şəxsi maraqları naminə bunu anlayaraq, bilərəkdən edir. Или они заинтересованы в этом. Шизатхан Бey, в последнее время технология, медиатехнологии добавился искусственный интеллект. Son vaxtlar media texnologiyalarına süni intellektin imkanları əlavə olunub. Süni intellektin köməyi ilə saxta görüntülər, saxta səs yazıları, saxta xəbərlər yaratmaq mümkündür. Medianın bir tərəfində məlumatı yayan, bir tərəfdə də bu məlumatı qəbul edən var. Siz tələbələrə media bacarıqları tədris edirsiniz. Amma necə düşünürsünüz? Təkcə jurnalistləri yox, izləyiciləri də öyrətmək lazım deyilmi? Yəni artıq məktəblərdə, hətta bağçalardan başlayaraq uşaqlara saxta xəbərlə gerçək xəbəri ayırmağı öyrətmək vaxtı çatmayıbmı? Новости, из реального новости. Но то, что вы говорите, есть понятие, определяется терминами. Sizin dedikləriniz media savadlılığı, media təhsili və media kompetentliyi kimi anlayışlarla ifadə olunur. Aydındır ki, insanlar hər deyiləni dərhal həqiqət kimi qəbul eləməməlidirlər. Siz bunu çox düzgün vurguladınız. Məsələn, mən özüm necə eləyirəm? Gün ərzində bir neçə fərqli ölkənin informasiya kanallarına baxıram. Axşam evə gedəndə baş verən hadisəni, məsələn, hansısa ölkədəki prosesləri və ya hadisələri beynimdə analiz edirəm. Dövlət kanalları, qeyri-dövlət və müstəqil media qurumlarının verdiyi məlumatları birləşdirib, onların analizindən öz rəyimi formalaşdırıram. Amma mən aliməm, elmlər doktoruyam, bu mənim işimdir. Hamı bu cür düşünə bilmir axı. Ona görə düşünürəm ki, bizim ölkələrdə, ümumilikdə Türk dünyasında bu işə, media təhsilinə daha erkən və geniş şəkildə başlanılmalıdır. Məsələn, Avropa ölkələrində, Norveçdə, Finlandiyada bu işə lap bağçadan başlayırlar. Bizdə də elə olmalıdır. Məktəblərdə media təhsili olmalıdır. Televiziyalarda, mediada da bu barədə izahlı məlumatlar yayılmalıdır. Məsələn, baxın, bu fincandır. Tutaq ki, indi biraz da çay əlavə eləyirik. Tamaşaçımıza bunu simvolik olaraq göstərmək istəyirəm. Fincan yarıya qədər çayla doludursa, bəziləri üçün bu o anlama gəlir ki, piyalə yarı boşdur. Amma digərləri üçün yarıya qədər doludur. 2 gündür su içməyən birinə görə yarım fincan çay azdır. Amma mən səhər çay içmişəmsə, bu mənə bəs eləyər. Fincan eyni fincandır, içindəki də eynidir, amma onu necə gördüyümüz fərqlidir. Və yaxud dünyada yalnız 2 rəng, ağ və qara yoxdur. Çoxlu rənglər və hər rəngin çoxlu çalarları var. Media da belədir. Ona görə düşünürəm ki, sizin verdiyiniz sual çox yerində idi. Bütün Türk dünyası üçün bugün media təhsili kütləvi şəkildə tətbiq olunmalıdır. Заниматься медиаобразованием. В последние года наши глава государства стали тесно встречаться. Son illərdə dövlət başçılarımız arasında yaxın görüşlərin sayı artıb və Türk birliyi məsələsi çox önəmli mövzuya çevrilib. Hazırda bütün sahələrdə birləşmə, yaxınlaşma prosesi davam eləyir. Qardaşlıq bağları yenidən bərpa olunur desək yanılmarıq. Sizcə media bu prosesdə kifayət qədər fəal iştirak edirmi? Birgə media layihələrimizin sayı daha da artmalı deyilmi? Məsələn, biz ilk dəfə idi ki, qardaş ölkəyə operatorsuz, kamerasız çəkilişə gəldik və burada bizə dəstək oldular. Əlbəttə, belə layihələri daha çox eləmək olar. Siz necə düşünürsünüz? Media bu inteqrasiya prosesinə kifayət qədər yaxın və fəal şəkildə qoşulurmu? Участвует в этом интеграции. Я абсолютно с вами согласен. Я ваш вопрос понял. Mən sizinlə tamamilə razıyam. Söhbət qardaşlıq bağlarımızın inkişafından gedirsə, mən istərdim ki, gələcəkdə bu kimi müsahibələri artıq öz dillərimizdə apara bilək. Bizim çox gözəl dilimiz var. Əslində, hamısı bir ortaq türk dili ailəsinə aiddir. Bugün liderlərimiz bu istiqamətdə çox irəli gediblər. Mən xüsusilə Azərbaycan və Türkiyəyə təşəkkürümü bildirirəm. Çünki onlar bu inteqrasiya məsələsində önə çıxıblar, daha sürətli hərəkət eləyirlər.
Azərbaycan son illərdə öz nümunəsində bunun nə qədər vacib olduğunu gördü. Şuşa türk dünyasının bir hissəsi kimi geri döndükdən sonra Azərbaycan və türk dünyası bunun əsl anlamını daha dərindən hiss elədi. Dünyada bir çox ölkələr torpaq itirdiyi halda biz Allahımıza şükür edirik ki, Azərbaycanın uzun illər işğal altında qalmış 20% torpağı indi yenidən öz əsl sahibinin nəzarətindədir. Bu böyük bir nailiyyətdir. Bunu qazanmağın əsl dəyərini kim bilər? O kəs ki, itirməyin nə olduğunu bilir. Kim dəyər verir? Bu yolda qanını axıdan insan. Bu sərhədlər bizim üçün çox dəyərlidir. Mən bunu genetik olaraq hiss edirəm və istərdim ki, başqaları da bu hissi duysun. Niyə tez-tez müharibələr olur? Bu bizə bir xatırlatmadır. Müstəqillik, ideyalar, dəyərlər və suverenlik üçün mübarizə aparmaq lazım gəlir. Və bu mübarizədə axan qan şəhidlərin qanıdır, müqəddəs qandır. Bu bizim üçün şərəfdir, qürurdur. Bugün biz dövlət başçılarının birliyini görürük. Məsələn, Özbəkistan 2018-ci ildə hörmətli prezidentimiz Şavkat Mirziyoyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına tam hüquqlu üzv oldu. Halbuki biz Türk dünyasının ən böyük ölkələrindən biri olsaq da, o zamana qədər bu təşkilatda yox idik. Bunun bir çox subyektiv səbəbləri var idi, amma onlara toxunmayacağam. Amma bizim prezidentin müdrikliyi nəticəsində Özbəkistan bu boşluğu doldurdu, öz yerini tutdu və indi Türk dünyası tam oldu. Özbəkistansız Türk dünyasını təsəvvür eləmək mümkün deyil. Vaxtilə biz pantürkizm, Turan, Türkistan kimi sözlərdən qorxurduq. Çünki bizim atalarımız bu ideyalara görə repressiyalara məruz qalmışdı. Bizim böyük şairimiz Şükrullo deyirdi, qorxan insan hər gün ölür. Stalin dövründən bizə genetik olaraq bir qorxu hissi ötürülmüşdü. 1937-ci ildə, 1938-ci ildə, sonra başqa illərdə də repressiyalar oldu. Amma indi şükür Allaha, bunlar yoxdur. Səmərqəddə keçirilən zirvə görüşü Türk dünyası üçün dönüş nöqtəsi oldu. Hələ də biz o görüşün Səmərqənd ruhunu hiss edirik. Səmərqənd dünyanın ən qədim paytaxtlarından biridir. Roma ilə yaşıddır. Tarixi 2000 ildən çoxdur. Bəziləri deyir 2030, bəziləri hətta 3000 il. Hətta Makedoniyalı İskəndər də ora gəlmişdi. O zamanlar Səmərqəndə Maraqanda deyirmişlər. İskəndər Maraqandanın gözəlliyinə heyran olub. Bu şəhər barədə ona müəllimi Aristotel danışıb. Amma İskəndər özü Səmərqəndi görəndən sonra demişdi. Aristotel yanılıbmış, bura onun dediyindən də gözəldir. Mənim də demək istədiyim odur ki, biz liderlərimizdən geri qalmamalıyıq. Biz artıq qorxmamalıyıq. Amma hələ də bizdə müəyyən bir etimadsızlıq var. Şübhə eləyirik, tərəddüd eləyirik, daim arxaya baxırıq. Artıq buna ehtiyac yoxdur. Mən hazırda məzuniyyətdəyəm. Ancaq bugün bura gəldim ki, az da olsa bu işə dəstək ola bilim. Çox gözəl olur, bir-birimizi anlayırıq. Anlayanda düşünürük, düşünəndə inkişaf eləyirik. Sonra Adib Xalid və başqa müəlliflərin dəyərli əsərlərini oxuyanda reallıqları daha yaxşı anlayırıq. Amma bir məsələ də var. Məsələn, Çin nümunəsini götürək. Mən indi Çinin təcrübəsini çox maraqla izləyirəm. 50 il əvvəl ən kasıb ölkə idi. İnsanlar bir ovuc düyüyə görə işləyirdilər. Amma bugün Çin heç də şişirtmədən deyim, dünyanın bir nömrəli iqtisadiyyatıdır. Bizim də iqtisadiyyatımızı beləcə inkişaf etdirməyimiz vacibdir. Çin 1,5 milyardlıq əhali bir qitədə, bir məkanda toplanıb inkişaf eləyir. Amma biz, Türk dünyası, hər yerə səpələnmişik. Azərbaycan bir yerdə, Özbəkistan başqa yerdə, Qazaxıstan daha bir tərəfdədir. Aramızda məsafələr var. И между нами есть определенные расстояния. Шизатхан Бey, вот в медиа очень важна финансовая сторона. Medianın fəaliyyəti üçün maliyyə qaynaqları məsələsi çox önəmlidir. Az öncə Qərbin ikili standartlarından və onların mənəvi etik prinsiplərinə əməl eləməmələrindən danışdıq. İndi isə keçək başqa bir məsələyə. Televiziya və reklam bazarlarında, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə mövcud olan ədalətsiz rəqabətə. Belə ki, xarici şirkətlər bizim media məkanımıza daxil olurlar, reklam alırlar. Amma burada nə ofisləri var, nə də işçiləri. Heç bir vergi də ödəmirlər, heç bir qaydaya riayət eləmirlər. Sadəcə reklam xidməti satırlar. Biz isə yerli media qurumu kimi fəaliyyət göstərərkən həm vergi ödəyirik, həm də ofis saxlayırıq, həm də digər xərcləri qarşılayırıq. Nəticədə bizim xərclərimiz daha çox olur. Buna görə onların öz reklam xidmətlərinin qiyməti bizə nisbətən daha ucuz təyin eləmə imkanı yaradır. Bu isə ədalətli rəqabət imkanlarını bizim əlimizdən alır. Yerli media üçün hansısa əlavə güzəştlər və ya xarici şirkətlərin reklam xidmətləri üçün əlavə tələblər tətbiq edilərsə, bu yerli televiziya və media təşkilatlarına onlarla rəqabət aparmaq imkanı verir. Çünki yeni avadanlıq almaq, kadrlar yetişdirmək, inkişaf eləmək üçün maliyyəyə ehtiyac var. Amma ədalətsiz rəqabət mühitində necə inkişaf eləyək? Siz bir media eksperti kimi bu məsələyə necə baxırsınız?
Вот это нечестная конкуренция. Как вы относитесь, как медиаэксперт, к этому вопросу? Это тоже очень чувствительный вопрос на сегодняшний день. Bu da bugün çox həssas bir məsələdir. Amma başa düşürsünüz, mən sizə az əvvəl Çin misalını gətirdim. Baxın, Çində bu problem yoxdur. Çünki onların öz sosial şəbəkələri, öz mətbuatları var. Bütün media özlərinə məxsusdur. Elektrik avtomobillərinin istehsalına Çindən əvvəl Amerika və Avropada başlanıldı. Məhz Elon Musk elektrik avtomobillərini geniş kütləyə çatdırmağa bacardı. Ancaq Çində daha kreativlik göstərdilər, reklam etdilər, üstünlüklərini təqdim elədilər və indi artıq elektrik avtomobilləri ilə bütün dünyanı fəth eləyirlər. Bugün Mercedes və BMW belə bəzi Çin şirkətlərindən geri qalır. Demək istədiyim odur ki, bugün biz təəssüf ki, nə Meta, nə də Instagram kimi istehsalçı deyilik. Biz istehsalçı yox, istehlakçılarıq. Ona görə də bugün kim moda yaradırsa, biz onu izləyirik. Səlcuq Bayraktarın dediyi sözlər çox xoşuma gəldi. Ona dedilər, Türk dünyasının Elon Musk'ısınız. O isə cavab verdi, yox, mən Türk dünyasının Fərabisiyəm. Bu çox xoş ifadə idi. Çünki o, innovasiya sahəsində özünü Elon Musk'a deyil, Fərabiyə, Mirzə Uluqbəyə bənzətməyi üstün tutur. Bu bir yanaşma, bir platformadır. Böyük bir düşüncə platformasıdır. Məsələn, tibbdə bizdə İbn Sina var. Biz daim böyük babalarımızın olduğunu deyirik. Yəni bugün bizim Türk dünyasında çoxlu öz qəhrəmanlarımız var. Biz daim kiməsə bənzəməyə çalışmamalıyıq. Çünki hər xalqın öz xüsusiyyətləri var. Mən tələbələrimə də demişəm bunu. Buna görə həmişə tanınmış insanlara tövsiyə eləyirəm ki, özünüz haqqında kitab yazın, xatirələrinizi yazın. Məsələn, mən Elon Musk haqqında yox, Səlcuq Bayraktar haqqında bir kitab oxumaq istərdim. O necə bu səviyyəyə gəlib çatıb? Çünki Amerikada və Avropada fərqli qanunvericilik, fərqli düşüncə tərzi, fərqli din var. Bizim gənclər belə bir mühiti oxuyanda həmin uğurları təkrarlaya bilmir. Amma məsələn deyək ki, Səlcuq Bayraktar haqqında oxusalar daha çox faydalı olar. Yaxud bizdə Özbəkistanda Cahangir Artıqxocayev var. Onun böyük istehsal şirkətləri fəaliyyət göstərir. Məişət texnikası, tikinti, kreativ memarlıqla məşğuldur. Onun həyat yolu bizim gənclər üçün maraqlı ola bilər. Və ya məsələn, Azərbaycanda sizdə Emin Ağalarov var. Mənə çox xoş gəlir. Emin Ağalarovun həyatını, bioqrafiyasını öyrənmək Türk dünyasının bir çox gənc qız və oğlanları üçün çox faydalı olardı. Başqa tərəfdən siz Steve Jobs'u, Bill Gates'i, Rothschild'i, Rockefeller'i oxuyuruq. Mən onlara qarşı deyiləm. Əlbəttə uğurludular. Heç bir iradım yox. Amma bugün biz öz qəhrəmanlarımızı yaratmalıyıq. Мы должны сегодня создавать своих людей. Мы все постсоветских пространств воспитались. Вы помните, Biz hamımız postsovet məkanında formalaşmışıq. Xatırlayırsınızsa, Sovet dövründə ideoloqlar mədəniyyət və elm adamlarına hörmətlə yanaşırdılar. Amma iş adamlarını, sahibkarları alçaldırdılar, onları kommersant, spekulyant adlandırırdılar. Əslində isə hər bir cəmiyyətdə 3 əsas təbəqə olmalıdır: sahibkarlar, alimlər və sənət adamları. İş adamlarına, sahibkarlara Sovetlərdən qalan bu münasibət bəzən hələ də təsirini göstərir. Biz ən ağıllı övladlarımızı ya həkimliyə, ya da başqa perspektivli hesab elədiyimiz peşələrə yönləndiririk. Amma onları biznes sahəsinə yönləndirmirik. Halbuki, sizin də qeyd elədiyiniz kimi, Səlcuq Bayraktar kimi sahibkarların olması çox vacibdir. Elə sahibkarlar ki, öz dəyərlərimizi yaratsınlar və mədəniyyətimizdən qidalansınlar. Bu baxımdan siz necə düşünürsünüz? Ən ağıllı uşaqlarımızı həkim eləyib xaricə işləməyə göndərməkdənsə, onları burada yetişdirib ölkə daxilində sahibkar, iqtisadçı, biznes rəhbərləri kimi formalaşdırmaq daha məqsədə uyğun olmazmı? Bunu necə etmək olar? стали деловыми людьми. Как можно этого делать? Как? У нас на сегодняшний день Hazırda bizdə investisiyalar üçün çox yaxşı bir mühit yaradılıb. Həqiqətən də son 7 ildə ümumi daxili məhsul 50 milyarddan 111 milyarda qalxıb. Qarşıdakı 5 il üçün məqsəd qoyulub ki, ümumi daxili məhsul həcmi 200 milyarda çatdırılsın. Bugün bu inkişaf dövlət sektoruna deyil, məhz özəl sektora söykənir. 2016-cı ilə qədər əsasən dövlət kreditləri alınırdı. Özəl sektor yox idi. Birbaşa investisiyalar yox idi. Hər şey dövlət vasitəsilə həyata keçirilirdi. Bu səbəbdən biz yarı kommunizm, yarı sosializm vəziyyətində qalırdıq. Bazar iqtisadiyyatına keçid yox idi. Bir neçə fərqli valyuta məzənnəsi mövcud idi. Bazarda bir cür, birjada başqa cür, rəsmi rəqəmlərdə isə tamamilə fərqli. Bu vəziyyət çox çətin idi. Halbuki bizdə böyük qızıl valyuta ehtiyatları var. Hazırda Özbəkistan ildə 110 ton qızıl hasil eləyir. Valyuta ehtiyatlarımız təxminən 45 milyard dollar civarındadır. Özbəkistan gəncləri də hazırda biznes ideyasına çox maraqlıdır. Bugün 1-2 saat ərzində şirkət açıb fəaliyyətə başlamaq mümkündür.
Bu gün çoxlu startaplar yaranır. Çoxlu liderlər, motivatorlar var və gənclərimizi biznesə həvəsləndirirlər deyə bu sahə inkişaf eləyir. Çünki özbəklər hər zaman təşəbbüskar xalq olub. Biz daim özümüzü belə səciyyələndiririk. Özbəkistan Mərkəzi Asiyanın ürəyində yerləşir. Özbəkistan dünyada okeandan və su yollarından ən uzaqda yerləşən ölkələrdən biridir. Baxın, siz Xəzər dənizinin sahilindəsiniz. Xəzərin su yollarından, neft ehtiyatlarından faydalanırsınız. Qara dənizə də çıxışınız var. Bu, daxili inkişaf üçün böyük imkanlar yaradır. Özbəkistanın bir vaxtlar yalnız Aral dənizi var idi. Amma SSR-nin yanlış siyasəti nəticəsində o da qurudu. İndi dəniz yoxdur. Özbəkistan yalnız üçüncü tərəf vasitəsilə limanlara çıxa bilir. Bu isə çox çətindir. Hər tərəfdən qonşularla əhatələnmişik. Bəli, bu qonşular bizim dostlarımızdır. Amma belə vəziyyətdə daim hər şeyi bu qonşularla razılaşdırmaq lazımdır. İdxalı, ixracı, bütün xarici ticarəti, iqtisadi fəaliyyəti. Mən yaxınlarda Vyetnamda oldum. Orada belə çətinliklər yoxdur. Çində də yoxdur. Türkiyədə də yoxdur. Mən həmişə deyirəm, Türkiyənin böyük üstünlüyü var. Dənizlərin əhatəsində yerləşir. Bizdə isə dəniz yoxdur. Bizim üçün dəniz ağlımız, intellektimizdir. Mən bu cür başa düşürəm. Çünki bir növ hər tərəfdən blokadadayıq. Ona görə də bizim xalq tarixən təşəbbüskar olub, yaşamaq üçün iş qurmağa məcbur olub. Buxaraya, Səmərqəndə getsəniz, görəcəksiniz ki, hər tərəfdə sənətkarlardır, hər şey əl işidir. Məşhur Dəməşq qılıncları əslində Fərqanədə hazırlanırdı. Sadəcə onları Dəməşqdə tapıblar. Adı buna görə Dəməşq qılıncıdır. Qədim zamanlarda Çin imperatorlarının əldə eləməyə çalışdıqları məşhur atlar, Fərqanə atları burada yetişdirilib. Və bu məşhur Zərafşan naxışları, bunların hamısı Özbək sənətkarlarının əl işidir. Zərafşan fars dilində qızıl gətirən su deməkdir. Yerin adının belə olması isə onunla bağlıdır ki, bölgədə çoxlu qızıl və gümüş var idi. Çində isə o zamanlar qızıl yox idi. İlk kağız pullar məhz buna görə orada ortaya çıxdı. Qızıl olmadığına görə. Özbəkistan sənətkarlığına, işgüzarlığına görə hər zaman böyük maraq doğurub və xalqımız həmişə təşəbbüskar olub. Ancaq təbii ki, sizinlə razıyam. Biz daha çox şey etməliyik. Gənclərimizi ən yaxşı universitetlərdə oxutmalıyıq. Amma sonra onlar geri dönməlidirlər. Bu mənim üçün çox vacibdir. Geri dönmələri vacibdir. Ən yaxşı həkimlər də daxil olmaqla. Bəli, bu gün zəncirlərlə bağlanmamışıq. Əvvəlki kimi deyil. Ancaq şəxsən mənim üçün də bir vaxtlar belə seçim var idi. Ölkədən getmək, başqa ölkədə yaşamaq, yoxsa Özbəkistanda qalmaq. Mən Özbəkistanın suyunu sevirəm, Özbək çörəyini sevirəm. Cəmi 6-7 gün vətəndən ayrı qala bilirəm. Sonda yurdumun təbiəti, doğma şəhərim, xalqım üçün darıxıram. Harda olsam da mütləq geri dönürəm. Vətən, yurd anlayışı mənim üçün çox müqəddəs bir hissdir. Поэтому для меня понятие «ватан», «родина» — это для меня очень священное чувство. Шизатхан Бey, вот вы несколько примеров приводили из Китая как экономического роста, да? Siz Çindən iqtisadi inkişafla bağlı bir neçə nümunə verdiniz. Bilirsiniz ki, Çində çox müxtəlif dillər, dialektlər var. Buna görə də onlar ümumi bir Çin dili yaratmağa başladılar. İndi həmin dili bütün Çinlilər başa düşürlər. Sizcə ortaq türk dilinin yaradılması necə inkişaf eləməlidir? Bunun üçün nə etməliyik ki, bizdə elə bir ümumi dialekt formalaşsın ki, bir-birimizi başa düşə bilək? Диалект, что ли, который мы могли бы понимать друг друга. Вот Элтан Бey, историю, если смотреть, человечество, Bu da tarixdir. Əgər bəşəriyyətə baxsaq, hər bir ölkənin, hər bir xalqın yüksəliş və eniş dövrləri olur. Bu, tarixin qanunudur. Əgər biz artıq toxuqsa, əgər bizdə təkəbbür yaranıbsa, özümüzü artıq hər şeyə qadir hesab ediriksə, komfort şəraitində yaşamağa öyrəşmişiksə, xalq inkişafdan qalır. Biz bunu heç vaxt unutmamalıyıq. Mən dəfələrlə demişəm və qürurla yenə deyirəm, mən müəlliməm. Oxumaq, oxumaq, yenə oxumaq. Biz daim öyrənməliyik, daim bilik toplamalıyıq. Belə alındı ki, dünya nizamının təsiri ilə türk dövlətləri dünyanın müxtəlif yerlərinə səpələnib. Türkiyə bir yerdə, Azərbaycan başqa yerdə, Özbəkistan bir başqa yerdədir və bu gün türklər hər yerdə var. Biz dünyanın hər yerindəyik. Mən dillərimizin qorunmasının tərəfdarıyam. Azərbaycan dili çox gözəl dildir. Biz burada Nizami Gəncəvini çox oxuyuruq. Şəhərimizin mərkəzində onun abidəsi ucaldılıb. Məxtumqulu Fəraqi türk dilinin böyük nümayəndəsidir. Keçən il mən Aşqabadda oldum. Onun 300 illiyini qeyd edirdilər. Əlişir Nəvai böyük özbək əsilli şair, filosofdur. Amma biz bu gün onları birləşdirməliyik. Deməməliyik ki, bu yalnız Azərbaycan ədəbiyyatıdır, bu yalnız özbək və ya Qazaq ədəbiyyatıdır. Bunlar hamısı bizim ortaq irsimizdir. Biz dillərimizin özünəməxsusluğunu saxlamalı, amma paralel olaraq ortaq bir anlaşma dili yaratmaq üçün çalışmalıyıq. Ola bilər 2-3 min sözdən ibarət ortaq söz fondu olsun.
bir-birimizi daha yaxşı başa düşək. Çünki biz hazırda başqa bir dillə, başqa bir üslubda danışırıq. Yəni terminlər yaradılmalıdır. Bu artıq filoloqların işidir. Mən bilirəm ki, əlifba məsələsi ilə bağlı Azərbaycanda bu payız belə bir komissiya toplanmışdı. Amma mən deyirəm ki, biz hələ də bir-birimizi azacıq da olsa etimadsızlıq hissi ilə yanaşırıq. Bu da bizim komplekslərimizdir. Bu keçmişin soyuqluğudur. Amma biz artıq günəşə doğru çıxırıq. Tünelin sonunda işığı görürük, irəliləyirik, inkişaf eləyirik. Bu gün mən sizinlə rahat danışıram. 8 il əvvəl mən bu cür danışa bilməzdim. Mənim səviyyəmdə olan insan, bir universitet rektoru belə rahat danışa bilməzdi. Bu gün söz azadlığı var və yaradana şükürlər olsun ki, dövlət rəhbərlərimizin, prezidentlərimizin siyasi iradəsi var. Bu çox vacibdir. Bu bizim bugünkü dəyər sistemimizin bünövrəsidir. Biz sizinlə Eltən bəy çox xoşbəxt bir dövrdə yaşayırıq. Siz bu gün dəfələrlə dəyərlər sözünü işlətdiniz. Bu gün biz bu dəyərləri yaratmalıyıq. Bəs dəyərlər nəyə əsaslanır? Onların platforması olur. İnsan həmişə nəyəsə söykənməlidir. Nəyə? Torpağa. Biz bu platformanı yaradırıq. Bu müsahibəmiz belə bir platformadır. Dəyərlər üçün bir zəmindir. Bizim birgə səfərlərimiz, birgə fəaliyyətimiz bu da platformadır. Ortaq türk dili, ortaq əlifba yaradılır. Biz indi Oğuzları, Qıpçaqları xatırlayırıq. Türklərin sivilizasiyanın inkişafına təsirindən bəhs edirik. Mən çox qürur duyuram ki, türkəm. Birincisi, qürur duyuram ki, müsəlmanam. İkincisi, qürur duyuram ki, türkəm. Allaha şükür eləyirəm ki, məni bu cür yaratdı. Lev Qumilyovun Türklərin tarixi kitabını oxusanız görərsiniz ki, orada yazılıb. Atı ilk əhəlləşdirənlər türklər olub. İlk metal və dəmiri emal eləyən türklər olub. İlk dəfə iti vəhşi itdən ev heyvanına çevirən türklər olub. Və sivilizasiya, dövlətçilik anlayışını gətirən də türklər olub. Bilirsiniz, belə bir söz də var. 3 yəhudi bir yerə yığılsa, ticarət qurarlar. 2 türk bir araya gəlsə, dövlət. Ona görə də biz həmişə dövlətçiliyin tərəfindəyik. Biz birləşdirici güclü dövlətin tərəfindəyik. Firavan yaşamı təmin eləyən, dəyərlər yaradan dövlətin tərəfindəyik. Harda dövlət varsa, orada elm, maarif, inkişaf var. Bugün bizim prezident elə razılaşmalara imza atır ki, onlar Özbəkistanın ən ucqar yerlərində, məsələn, Türkmənistanla sərhəddəki Alat rayonunda və ya Fərqanə və ya Andicanda ya da şimaldakı Qaraqalpaqistanda yeni müəssisələrin yaradılmasına imkan verir. Çünki insanlar işlə təmin olunmalı, onların yaxşı dolanışı olmalı, əmək haqqları yüksək olmalıdır. Təhsilə xüsusi diqqət ayrılır. Bugün yeni universitetlər açılır. Hazırda Özbəkistanda fəxrlə deyirəm, 210 universitet var. Əvvəllər əhalinin yalnız 9%-i ali təhsil ala bilərdi. Məhdudiyyətlər vardı. İndi isə bu rəqəm 40%-dir. Artıq məhdudiyyətlər yoxdur. 1,5 milyon tələbə var. Daşkənd tələbələr şəhərinə çevrilib. Bölgələrdə güclü universitetlər yaradılır. Bugün biz ciddi inkişaf mərhələsindəyik. Biz bu platformanı yaradırıq və biz bu maraqlı zamanda yaşayırıq. Vaxt keçəcək, sizinlə bir yerdə ağsaqqallar kimi oturub yaşlı çay içəcəyik. Sonra deyəcəyik, Eltən bəy, biz 70-ci illərdə doğulduq. 2000-ci illəri, 2025, 2030-cu illəri gördük. Bu illər türklərin güclü yüksəlişi və birləşmə dövrü idi. Bəli, biz bugün dünyanın müxtəlif yerlərinə səpələnmişik, amma bizi birləşdirən nədir? Dəyərlərimiz, dilimiz, mədəniyyətimiz, tariximiz. Buna görə də bizim birləşmə prosesimiz çox sürətlə gedir. Наши ценности, наш язык, наша культура, наша история. И этот процесс идет очень интенсивно. Şüzatan bəy, çox təşəkkür edirik sizə. Gəldiniz, vaxtınızı ayırdınız. Çok memnun oldum. Sizdən söhbət Sizə çox etmək çox təşəkkürlər. xoş idi, çox bilgilər Hoş geldiniz. bizdən paylaşdınız. Hoş geldiniz. Sizə Azərbaycandan belə bir armağanımız var. Maşallah. Düzdür, bizdə bu papağa, elə buxara papaq Oh. deyirlər. Amma bunu bizdən bir yadigar saxlayın. Qafqazdakı türk qardaşlarınızdan, Azərbaycanlardan. Bunu bir xatirə saxlayın özünüzə. Çox xoş oldu sizlə burada görüşmək. Var olun. Teşekkürler. Özbekistan'da Azerbaycan kinolarını, seriallarını çok seviyorlar. Təşəkkür edirəm. Bizdə tarixi Azərbaycan filmlərini çox sevirlər. Məsələn, Arşın Malalan filmini bizdə çox sevərlər və tez-tez nümayiş etdirərlər. Bu papaq həmin tarixi Azərbaycan filmlərinin qəhrəmanlarının baş geyimidir. Bu hədiyyə mənim üçün çox xoş oldu. Təşəkkür edirəm. Organ Devil. Var olasınız. Sağ olun. Sağ olun. Çox sağ olun.